Azərbaycan kişilərinə şad xəbər deyək. Belə ki, artıq onlar 4 arvad ala biləcəklər. Gündəm xəbərin efirində dünyadan bir xəbər diqqətinizə çatdırırıq. Qeyd eləyək ki, bugün 19 iyun tarixidir və qeyd eləyək ki, bundan sonra Azərbaycanlı kişilər 4 qadınla ailə həyatı qura biləcəklər. Amma bunun üçün onlar Rusiyaya üst tutmalı olacaqlar. Belə ki, Rusiya müsəlmanları ruhani idarəsi müsəlmanlara eyni vaxtda 4-ə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib də. Fətva ötən il verilsə də qeyri-müsəlmanlar tərəfindən çoxsaylı narazılıqlara səbəb olmuşdu və bu səbəbdən də fətva gecikmişdi. Bu ildən isə məsələ yenidən diqqət mərkəzinə düşüb və qeyd eləyək ki, Rusiyada hüquqi mənada çoxarvadlılığa icazə verilmir. Ancaq mövcud Rusiya qanunvericiliyində çoxarvadlılığa görə cəza da yoxdur. Dinşünas Yuri Tabak diqqətə çatdırıb ki, Rusiyada çoxarvadlılıq olmasa da eyni zamanda 2 ailəsi olan kişilər də mövcuddur.